Salam değerli izləyicilər. 6 may 2025-ci il seçimlərlə qarşınızdayıq. Golcraft kanalı olaraq dəstəkləməyi, like etməyi, abunə olmağı unutmayın. Xatırladım ki, Instagram və TikTokda da eyni adlı kanallar bizə aiddir. Deməli, bugünkü oyun cədvəlində, oyun qrafikində belə deyək, elə çox oyun yoxdur. Hamının fikri yönəlib bir oyuna, hansı ki, Çempionlar Liqasının oyunu Barcelona, Inter Barcelona oyununa. Yəni heyətlər optimaldır əslində. Bir dənə Ferran Torres var Lewandowski'nin yerinə. Keçən oyundan da gördük, hər iki komanda vurub buraxmağa meyillidir. Buna görə də mənim bu oyuna seçimim olacaq. Oyunun 2-5 üstü 1.40 misalən. Yəni deyirəm, çox məbləğ oynamayın. 1 manatla başlayaq. İlk seçimimizdir. Piramiddamızın ilk günüdür. Burada bir ekstra da şey var əslində. Barcelona'nın 5-5 üst kornerləri var. Onu qeyd eləməmişəm, yəni göstərməmişəm videoda. 5-5 üst korneri var. 1.85, 1.90 ekstra kimi onu oynaya bilərsiniz. Amma yəni bugün məncə idealı 3-5'e getməyə dəyməz. Səhvən şərəmişdim onu. 3-5'e getməyə dəyməz, 2-5 üstüdür. Xeyirli uğurlu olsun. Yəni deyirəm, üzrəcəyiniz məbləğlər oynamayın. Əgər məndən soruşursunuzsa 1 manatla başlayın ki, Excel cədvəlimizdə də hər şey qaydasında geçsin.